Suni intellektin iş yerlərimizi əlimizdən alacağı ilə bağlı narahatlıqlar, deyəsən, getdikcə artır. Bəziləri deyir bu qaçılmazdır, bəziləri düşünür ki, yox, əksinə, yeni imkanlar yaranacaq. Robotlar həqiqətən də bizi əvəz edəcəkmi, yoxsa bu sadəcə, necə deyim, növbəti texnoloji təkamül mərhələsidir? 1 və 0-a xoş gəlmisiniz. Bugünkü dərin araşdırmamızın mövzusu işsiz qalacağıq, süni intellekt və gələcəyin peşələri. Bugün sizin üçün xeyli maraqlı mənbə toplamışıq. Bunlar arasında baxın, nüfuzlu McKinsey Consulting şirkətinin təhlilləri var, NGCPA kimi peşəkar təşkilatların hesabatları, sonra Entrepreneur, TechTarget kimi texnologiya portalları, Soggetin Labs kimi araşdırma mərkəzləri, Avropa Parlamentinin sənədləri, hətta bəzi onlayn müzakirələrdən də çıxarışlar var. Məqsədimiz nədir? Bu məlumat dənizindən sizin üçün ən vacib, ən diqqət çəkən məqamları çıxarmaq, yəni suni intellektin iş həyatımıza potensial təsirlərini anlamağa çalışmaq. Gəlin görək bu mənbələr bizə nə deyir? Başlanğıc üçün bəlkə tarixə qısa bir nəzər salaq. Bu həmişə maraqlıdır. Bəli, məsələn, McKinsey-nin araşdırması bunu çox aydın göstərir. Tarixən baxanda texnoloji yeniliklər deyək ki, kənd təsərrüfatı, sənaye inqilabları zamanı, bəli, qısa müddətli çətinliklər olub. Amma uzun müddətli perspektivdə ümumi məşğulluq artıb. Hətta fərdi kompüterlərin gəlişi ilə bağlı. O vaxtki qorxuları xatırlayın. Nə oldu? Nəticədə ABŞ-da milyonlarla yeni iş yeri yarandı. Və maraqlıdır ki, bunların 90%-i heç texnologiya sektoru ilə birbaşa bağlı deyildi. Bu bir qədər ürək açan da elə deyilmi? Tamamilə doğrudur, bu tarixi paralellər çox vacibdir, amma indiki müzakirələrdə əsas narahatlıq doğuran məqam və bunun Sogeti Labs'ın proqnozlarında da görürük, odur ki, süni intellektin sürəti və, necə deyim, əhatə dairəsi əvvəlki texnoloji dalğalardan fərqli ola bilər. Yəni, daha sürətli, daha geniş miqyaslı. Təsəvvür edin, bir proqnoza görə 2030-cu ilə qədər dünya üzrə 800 milyon iş yerinin süni intellektdən təsirlənə biləcəyi ehtimalı var. Bu çox böyük rəqəmdir. Amma Dünya İqtisadi Forumu bir qədər daha balanslı mənzərə çəkir. Onlar deyir ki, qlobal iş yerlərinin təxminən 22%-i transformasiyaya uğrayacaq. Amma, diqqət edin, yox olacaq işlərdən daha çox yeni iş yeri yaranacaq. Təxminən 78 milyon xalis artım proqnozlaşdırırlar. Deməli, əsas sual McKinsey-nin də toxunduğu kimi bu dəfəki keçid nə qədər dağıdıcı olacaq? Yəni, təsiri nə dərəcədə kəskin hiss olunacaq? Hansı peşələr daha həssas görünür? Yəni, kimlər daha çox narahat olmalıdır? Baxın, mənbələr, məsələn, Entrepreneur, Sogeti Labs, TechTarget, bu konuda demək olar ki, həmfikirdir. Əsasən rutin, təkrarlanan və asanlıqla proqnozlaşdırıla bilən tapşırıqları əhatə edən işlər daha çox risk altındadır. Bunlara kimlər daxildir? Məsələn, kassirlər, bank əməliyyatçıları, müştəri xidməti nümayəndələrinin bəzi funksiyaları, məlumatların daxil edilməsi üzrə mütəxəssislər, administrativ köməkçilər, hətta hüquqşünas köməkçiləri və bəzi ilkin səviyyə proqramlaşdırma tapşırıqları da bu siyahıda var. Avtomatlaşdırma, belə görünür ki, ilk növbədə bu sahələri hədəf alacaq. Yaxşı, bu medalın bir üzüdür, risklərdir. Amma bu hekayənin yalnız bir tərəfi ola bilməz, deyilmi? Məsələn, mühasibatlıq sahəsi ilə bağlı NGCPA-nin qeyd etdikləri çox maraqlıdır. Orada deyilir ki, süni intellekt işləri əldən almır, əksinə onları başqa şəklə salır, transformasiya edir. Bəli, bu çox vacib bir nüansdır. Süni intellekt mühasibatlıqda nə edir? Məlumatların daxil edilməsi, hesablaşmalar kimi çox vaxt aparan, yorucu işləri avtomatlaşdırır. Bu isə mühasiblərə nə üçün vaxt qazandırır? Daha vacib işlər üçün. Məsələn, maliyyə təhlili aparmaq, müştərilərə strateji məsləhətlər vermək, biznesi daha dərindən anlamaq tələb edən işlərlə məşğul olmaq üçün. Yəni, süni intellekt mütəxəssisləri sadəcə rəqəmlərlə işləyən adamlardan, necə deyim, etibarlı məsləhətçilərə çevirə bilər. Bu, əslində peşənin dəyərini artırır. Həmçinin unutmayaq ki, tamamilə yeni rollar yaranır. Mənbələr süni intellekt mühəndisləri, məlumat alimləri, yəni data scientistlər, hətta prompt mühəndisləri, yəni süni intellektlə effektiv ünsiyyət quran mütəxəssislər və süni intellekt etikası üzrə analitiklər kimi yeni peşələrdən danışır. Bunlar bir neçə il əvvəl heç yox idi. Çox maraqlıdır.
Bu yeni rollar və dəyişən vəzifələr fonunda təbii ki, bacarıqlar məsələsi önə çıxır. Avropa Parlamentinin sənədlərində vurğulanan bir məqam var ki, deyir təkcə təməl rəqəmsal bacarıqlar kifayət deyil, artıq süni intellekt savadlılığı da lazımdır. Amma eyni zamanda bu qədər texnologiyadan danışarkən deyəsən insani bacarıqların əhəmiyyəti də azalmaq əvəzinə əksinə artır, düzdür? Mütləq elədir. Avropa Parlamentinin qeyd etdiyi kimi, təəssüf ki, Avropa İttifaqında əhalinin hələ də əhəmiyyətli bir hissəsi, təxminən 45% təməl rəqəmsal bacarıqlara malik deyil. Bu özü ayrıca bir problemdir və həll olunmalıdır, lakin gələcəyin iş dünyasına baxanda, bəli, texniki biliklər vacibdir, amma onunla yanaşı analitik düşüncə, yaradıcılıq, kompleks problemləri həll etmə bacarığı, effektiv ünsiyyət, komandada işləmək, əməkdaşlıq və emosional zəka kimi keyfiyyətlər daha da dəyərli olacaq. Çünki bunlar süni intellektin ən azı hələlik təqlid edə bilmədiyi, çətinlik çəkdiyi sahələrdir. İnsanı fərqləndirən əsas məqamlar bunlardır. Ancaq bu keçid dördünün hamı üçün asan olmayacağı da aydındır. Mənbələr, məsələn, McKinsey və Salgete Labs, iş itkisi riski, potensial maliyyə çətinlikləri, iqtisadi bərabərsizliyin artması ehtimalı, sosial narahatlıqlar kimi etik məsələləri də gündəmə gətirir. Bunlar ciddi çağırışlardır. Bəs bunlarla necə başa çıxmaq olar? Bu çox mühüm sualdır və cavabı da çox şaxəlidir. Burada məsuliyyət təkcə fərdlərin üzərinə düşmür. Həm şirkətlərin, həm də hökumətlərin üzərinə böyük məsuliyyət düşür. Mənbələr nəyi vurğuluyur? İşçilərin yeni bacarıqlara yiyələnməsi üçün təlim proqramlarının vacibliyini, sosial dəstək mexanizmlərinin, yəni işini itirənlərə yardım sistemlərinin gücləndirilməsini, hətta daha radikal yanaşmalarda müzakirə olunur. Məsələn, universal baza gəliri, yəni bütün vətəndaşlara müntəzəm olaraq müəyyən bir məbləğin ödənilməsi. Bu, hələlik daha çox müzakirə səviyyəsindədir, amma gündəmdədir. Amma fərdi səviyyədə ən əsası nədir? Adaptasiya qabiliyyəti, dəyişikliklərə uyğunlaşmaq və ömür boyu öyrənməyə, yəni daim yeni şeylər öyrənməyə hazır olmaq. Süni intellekti bir təhlükə kimi deyil, bir alət kimi görmək, ondan istifadə etməyi öyrənmək lazımdır. Və McKinsey-nin də qeyd etdiyi kimi, tarix bizə göstərir ki, insan yaradıcılığı, uyğunlaşma qabiliyyəti sonda dağıdıcılığa qalib gəlir. Ümid edək ki, bu dəfə də belə olacaq. Beləliklə, gəlin ümumiləşdirək. Gördüyünüz kimi, süni intellekt mövzusu heç də qara və ya ağ deyil, mürəkkəbdir. İş dünyası üçün həm ciddi çağırışlar var, həm də misilsiz imkanlar. Bəzi peşələr köklü şəkildə dəyişəcək, bəziləri bəlkə də yox olacaq. Amma eyni zamanda tamamilə yeni iş sahələri və rollar yaranacaq. Bu gələcəyin sizin üçün nə vəd etməsi, böyük ölçüdə sizin bu dəyişikliklərə nə dərəcədə hazır olmağınızdan, uyğunlaşmağınızdan asılı olacaq. Və sonda sizin üçün bir düşüncə toxumu, bir sual qoymaq istərdim. Əgər süni intellekt getdikcə daha çox texniki, analitik və hətta bəzi yaradıcı tapşırıqları yerinə yetirə bilirsə, o zaman insan olaraq bizi həqiqətən unikal və əvəzolunmaz edən nədir? Hansı dərin insani keyfiyyətlərimiz, məsələn, mərhəmət, empatiya, etik mühakimə yürütmək, mürəkkəb sosial qarşılıqlı əlaqə qurma bacarığı heç bir alqoritmin tam mənasıyla əvəz edə bilməyəcəyi dəyərlərdir. Bəlkə də cavab elə buradadır. Bu sual üzərində düşünmək, gələcəyə baxışımızı formalaşdırmaq üçün məncə çox vacibdir. Bugünlük 1 və 0-dan bu qədər. Bu maraqlı mənbələri bizim üçün təhlil etdiyiniz və sizin də bizi dinlədiyiniz üçün təşəkkürlər. Növbəti araşdırmalarımızda görüşənədək.